Buyurur ki, elə ki insana nemət verdi, üst çevirir, tay Allaha bəndədir. Elə ki nemət verdi, başı gicəllənir, unudur, hər şeyi yaddan çıxarır. Ondan sonra buyurur ki, və izə məssəhüşşər kənə yəusən. Elə ki bir ziyan toxundu ona, indi halı məyus hala gəlir, düşür. Bir balaca çətinliyə düşən kimi məyusluq qəlbinə çökür. Necə olacaq? Nə olacaq? Məyusluğun yaratdığı suallardır. Allahın bu hallardan xoşu gəlmir. Odur ki, Quranda bu hallar haqqında danışır. وَلَئِنْ أَزَقْنَا الْإِنسَانِ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ. Buyurur ki, biz bir insana rəhmət nazil elədik, bir xeyir verdik. Öz verdiyimizi özümüz alanda görsən məyusdur yenə və naşükürdür. Bayaq dedi, zərər toxunanda məyusdur. İndi deyir ki, verdiyimizi alanda. İnsanın halı mühümdür, əməlindən çox. Çox vaxt insan niyə günah edir? Çünki məyusdur, ümidsizdir. Bir adam ki, desə məndən heç nə çıxmaz, o günaha cürət tapacaq. Desə, onsuz da məndən bir şey çıxmaz, gedim günah eləyim. Məyusluq halı günah gətirir.